Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin vel akıbeti lil muttaqin ve sallallahu ala Muhammedin ve alihi tahirin ve la'netullah ala a'dahim ecma'in. Allahümme accil velikel fərc. Mən keçən bəhsimizdə biz toxunduq ki, Peyğəmbər sallallahu aleyhi və aleyhdən inkar olunmayacaq səviyyədə, sənətdə rivayət gəlib ki, hər kim dövrün imamını tanımadırsa cahil ölümündə olacaq. İndi burada bir məsələ istəyirəm toxunum ki, yaxşı bu imama tamam beyyət, imamı tanımaq şərt və ki, aqibətin pis olmağı əks halda. Yaxşı, bəs indi bu necə, hansı şərt olmalıdır? Necə bir imam olmalıdır ki, mən onu tanıyım, ona tabi olum. Belə hər yoldan keçən özünə imam deyəcək və mən də ona beyyət edib iman gətirməliyəm, yoxsa mənim vəzifəm hansıdır? Mən necə tanıyım? Hansı şərtlər var? Nələr qeyd oluna bilər ki, məsələn, mən onun müqabilində tanıyım ki, buna beyyət eləmək olar, bu əsl imamdır ya bu yox. Bir qısaca olaraq məsələn buna toxunaq ki, Peyğəmbər sallallahu bu kəlamının ümumiyyətlə mənasına diqqət etsək görürük ki, təbii ki, müsəlmanlara bu beyyət və imam vacibdir ki, ona tabi olsun, o qədər mühümdür. Deməli, bu hər kəsə şamil deyil. Və məsəl üçün, biz hətta, çünki baxa bilirik, görürük ki, cəmiyyətdə də rəhbərlər olur ki, onlar zalimdir, onlar insanları zülmə, haqsızlığa, ədalətsizliyə, cəhənnəmə dəvət edirlər. Hətta Quran bunu deyir. Məsələn, Allah təbarək və təala biz baxsaq ki, Quran-ı Kərimdə bir neçə yerdə bu mövzulara toxunur. Misal, Qəsəs surəsinin 41-ci ayəsinə diqqət etsək, görür nə deyir Allah Teala? Bismillah və cəəlnəhum ə'immətən yəd'unə ilən nari və yevməl qiyaməti lə yunsərun. Ki, biz diqqət etsək, görürük ki, Allah Təbarək və Teala həmin barək ayədə nə deyir? Deyir, biz onları cəhənnəmə dəvət edən, çağıran imamlar qərar verdik. Deməli, bir dəstə imamlar var, başçılar var. Onlar insanları cəhənnəmə dəvət edir. Və ayədir ki, və yevməl qiyaməti lə yunsərun. Və qiyamət günü onlara yardım edilməyəcək. İndi məsələ budur ki, yaxşı əgərləri, yəni Quran-ı Kərimin prizmasından da görürük ki, deməli bu cür rəhbərlər var. Və İslam tarixində bütün fasiq və zülmkar başçılarının özlərinin haqq olmasını isbatlamaq, insanları özlərinə tabi etmək üçün, hakimiyyətlərini möhkəmləndirmək üçün İslam Peyğəmbəri sallallahu aleyhi və aleyhin bu hədisindən də sui-istifadə ediblər. Bunu biz tarix boyu şahidi olmuşuq və tarix də bizə bunu sübut edir. Və hətta Muaviyyə məlunda bu rivayəti istinad edib, özünə iddia edibdir. Təbiidir ki, yəni bu məqsəddə olanlar aydın məsələdir ki, özlərini bunun arxasında mal alayıblar. Hətta biz baxırıq ki, Allah Təbarək və Teala Quran-ı Kərimdə Qələm surəsinin 8-ci ayəsindən etibarən bir neçə ayədə belə hansı xislətlərdə olan şəxsi imam seçməmək və hətta ona tabi olmamağa əmr edir. Məsələn, Qələm surəsi 8-ci ayəsinə baxsa, Bismillah, fələ tuti'il mükəzzibin. Səni təkzib edənlərə ki, Allahı, ayələrini inkar edənlərə, yalancı sayanlara itaət eləmə, tabi olma. Sonra Allah Teala 9-cu ayədə deyir ki, niyə onlar səndən xüsusi şeylər istəyirlər? Və 10-cu ayədə gəlir ki, وَلَا تُتِعْ كُلَّ حَلَّافٍ مَحِينٍ və çox and içib alçaq olan şəxslərin heç birinə itaət eləmə, tabi olma. Və sonra həmçinin hansı sifətdə olan? Həmməzin, məşşəin, binəmim və insanlarda çoxlu eyib axtaran, pis, ədəbsiz danışan və arada söz gəzdirən şəxslər. Belə sifətlərdə varsa bu adamlara tabi olma, itaət eləmə. Və sonra həmçinin Allah sayır, mənnəin lil xeyri mu'tədin əsim, o xəsisliyib daha şiddətli olan, insanları xeyir işlərdən saxlayan, səd qoyan qabağına, təcavüz edən, günahkar adama. Deməli, neynəmə? İtaət eləmə, tabi olma. Və həmçinin ki, o insanlar ki, ayə deyir, növbəti ayədə ki, utullun bə'də zəlikə zənim, ki, kobud danışan, qəlbi möhürlənmiş və əsl nəsəbi bilinməyən, yəni vələdüz zina, şəxsə neynəmə? Tabi olub itaət eləmə.
ki, mahiyyət də budur. Allah təbarək və təala deməli nə edir? Bizi üçün sifətlər sayır, şərtlər sayır ki, bu sifətlərdə olan şəxs nədir? İlahi rəhbər, höccət, ümmətin vacib beyət eləyəcəyi şəxs ola bilməz. Və təbii ki, biz inana da bilmərik ki, aydın məsələdir ki, İbn Əbil Hədidin məsəl üçün Nəhcül Bəlağanın şərhi var da, biz buna bir qeyd vurmuşuq. Orada nəql edir ki, Abdullah ibn Ömər Peyğəmbər sallallahu bu hədisini düzgün başa düşmür. Əli əleyhissalam ilə beyyətdən boyun qaçırır və o hədisə belə deyək də sonra istinad eləyib Həccac ibn Yusifin Ləinin ki, gedib dövründə xəlifəsi Əbdülməlik ibn Mərvana beyyət etməyə can atır. O da neyinir? Təbii ki, onu təhqir eləyir də, ayağını çıxardır, yatağında uzandığı halda çıxardır çölə ki, Allah mənim ayağımı beyyət elə. Deməli, çox əcibdir ki, Abdullah ibn Ömər, yəni Ömər ibn Xəttabın oğlu, hədisi düzgün başa düşmür, Əli əleyhissalama beyyəti düzgün bilmir və gedir belə bir adama beyyət edir. Sizcə, bu təbiidir ki, qəbul olunması, inanılası bir məsələdir. Bu cür hədisi düz başa düşmədiyindən belə bir addım atıb. Yəni, o boyda ki, səhabənin oğlu və o boyda səhabənin, əshabın, elm əhlinin içərisində yəni sən ən azından layiq olduğun şəxsi bilməyəsən, bəs onda sən elementar bir məsələni başa düşmürsənsə, sənin səhabəlikdən, tabeinçilikdən, alimlikdən, fəqihlikdən, nə biləm, fətva verməkdən, elmdən danışmaqdan nə ixtiyarın ola bilər? Çox gülünc bir şeydir. Həm o səviyyədə iddia olunur, həm də o səviyyədə olacaq şəkildə elementar bir məsələni başa düşmür. Aydın məsələdir ki, İmam Əli əleyhissalamı tanımayan, mərifəti olmayan, ona beyyət eləməyən, Əbdülməlik ibn Mərvan kimlərini özünə imam seçən şəxslər təqiyyidir ki, onun elə təhqir olunmasına da layiqdir. Və məsələ də budur. Abdullah ibn Ömər məsələni o yerə çatdırır ki, Muaviyyənin oğlu Yezdin də bütün cinayətlərinə və Peyğəmbər sallallahu əhl-i beytinə qarşı etdiyi o faciələrə, cinayətlərə baxmayaraq nə deyir? Deyir ki, Peyğəmbər sallallahu hədisindəki imamın nümunəsi bu şəxsdir. Və Yezidlə müxalifət olmaqlıq mürtədlikdir, insanı dindən çıxardır, irtidad edir. Bəli. Və tarix də göstərir ki, Kərbəla hadisəsindən sonra Mədinə əhalisi Hicrətin 63-cü ilində qiyam edir. Və qiyama da nəticə nə olur? Nəticə bu olur ki, Hirrə hadisəsi baş verir. Mədinə əhalisinin rəhbərliyi Abdullah ibn Mu'tad adlı şəxs görə rəhbərlik edirdi. Qureyşin də qiyamına başçılıq edirdi. Abdullah ibn Ömər həmin bu İbn Mu'tinin yanına gəlir, deyir ki, mən Peyğəmbər sallallahu hədisini sənə deməyə gəlmişəm. Bəs Allah Rəsul buyurubdur ki, mən xəl'a yədə min ta'atin ləqiyallah yevməl qiyamətə lə hüccətə ləhu və mən matə və leysə fi unuqihi beyətun matə mitədən cahiliyyə. Deməli, nə gözəl. Bu hində hədis deyir, cəmaat ağıl öyrədir ki, bəs sən bilirsən ki, Allah Rəsul deyibdir ki, sallallahu aleyhi və aleyhi, kim imama, rəhbərə beyyət eləmədən imtina edəcək, qiyamət günü höccətsiz Allahla görüşəcək və kim imamsız və imama beyyət etmədən ölsə, cahiliyyət dövründəki kimi ölmüş kimidir. Görürsünüz, Peyğəmbər sallallahu kəlamını necə bir məharətlə yozur. Və bu elə o həmin təhlükəli hadisədir ki, Peyğəmbər sallallahu aleyhi və aleyh bunun qarşısını almaq üçün onlarla hədislərdə xəbərdarlıq edibdir. Yüzlərlə hədislərdə göstərişlərini deyibdir, izah edibdir və insanları haqq imama doğru dəvət edib, tanıdaraq dəvət edib, tanınmadı yox. Məsələn, imam Peyğəmbər sallallahu aleyhi və aleyh də tanıtmasaydı, haradasa bəzilərinin üzrünə səbəbini başa düşmək olardı ki, yaxşı sənin üzrünün bəhanəsi budur ki, məsələn, Peyğəmbər sallallahu aleyhi və aleyh bunu izah eləməyib, ünvanı göstərməyib, şəxsləri deməyib, razıyam. Axı deyibdir biz ki, bunu 12 xəlifə, 12 rəhbər hədislərində qeyd etdik. Deməli, sadəcə bunların məqsədi nə idi? Öz mənafeləri üçün sui-istifadə etmək və özünü İslam xəlifəsi, İslam Peyğəmbər sallallahu aleyhi və aleyhin vəsisi adı ilə cəmaata sırmaq. Və nəticədə də İslam cəmiyyəti imamət məqamını nəzərə almayaraq, onu unudaraq və unutduraraq İslam Peyğəmbərinin verdiyi tövsiyələri unutdular və unutdurdular. Və İslam ümmətinin elm dövrü bitdi və cahiliyyət dövrü qayıtdı. İnsanlar hətta ölmədən artıq cahil idilər. Nəinki öldükdə cahiliyyət ölümü kimi ölsünlər. Və bu hadisələr açıq göstərirdi ki, hədəflər Əhl-i Beyt əleyhissalam vilayətinə qarşı aşkar yönəlmişdi. Və biz
kəlamlarda, hədislərdə Əhl-i əleyhissalamın da göstərişinə görə imamı tanımaq vacibatdır. Vacibatdır, bu şərtdir. Məsələn, mən bir dəstə hədislər qeyd edeyim ki, biz onda zikr eləsək görəcək ki, həqiqətən də bu çox mühüm məsələdir. Məsələn, mərhum Şeyx Quleyni Kafidə Əbdülə'ladan nəql elədiyi hədis var ki, deyir: "Səaltu Əbu Abdullah aleyhissalam ən qavlul ammə inna Rasulullah sallallahu aleyhi və aleyh qal men mate və leysə ləhu imamun mate mitədən cahili fəqalə əl-haqqu vallah." İmamdan istəyir, sual elədim ki, Peyğəmbər sallallahu belə bir hədisi var. Həzrət deyir ki, and olsun Allaha bu hədis həqiqətdir. Fuzeyl ibn Yasar nəql edir. Bir gün İmam Sadiq əleyhissalam bizə Peyğəmbər salavatıllahın bu hədisini dedi ki, cahiliyyət ölümündə ölmək hədisi kimi. Uzunçuluq olmasın, hər dəfə təkrarlamıram. Ki, mən sual verdim ki, bəs ey Peyğəmbərin balası, həqiqətənmi qalə zəlikə Rasulullah sallallahu aleyhi və həqiqətən də Allah Rəsulü bu cür deyib, bunu deyib, belə deyib. Həzrət dedi ki, and olsun Allaha belə deyibdi. Dedim ki, bəs ölən məqamda imamsız dünyadan gedən şəxsin ölümü cahiliyyət dövrünün ölümü kimidir? Həzrət dedi, bəli. Ki, məsələn, mərhum Şeyx Xəzəz Qomu Kifayətül Əsərdə gətirir İbn Əbu Yəhvardan ki, deyir İmam Sadiq əleyhissalama Peyğəmbər sallallahu bu hədisini dedim. Hədis dedi ki, hədisi daha doğrusu dedim və sual elədim. Dedim ki, ey Peyğəmbərin balası, bəs bu rivayəti ki, dedim, burada imamdan sual elədim ki, burada məqsəd kafir halında ölməkdir ki, məsələn, mən yəni ölsəm, əgər bir insan ölsəm, burada məqsəd onun mitətu kufrin, qal mitətu dalalin, qultu fəmən matə əl-yevmə və leysə ləhu imamun fəmitətuhu mitətül cahiliyyə fəqalə nəəm. İmamdan dedim ki, onda bu cürdürsə kafir kimi ölməkdir. Həzrət dedi, yox, zəlalətdə ölməkdir. Zəlalət əhli kimi ölməkdir. Deyir, mən də dedim ki, onda bugün kimsə imamsız olaraq dünyadan köçsə cahiliyyət dönəmindəki kimi zəlalətdə ölmüş kimidir. Yəni, Həzrət dedi, bəli, gör nə qədər mühümdür. İmamı tanımaq mühümdür, tanıtdırmaq da mühümdür. Tanıyanlar tanıtdırmalıdır. Və hətta mərhum Şeyx Bərqi Məhasində nəql edir ki, Yusuf bin Əbdülə'la nəql edir İmam Sadiq əleyhissalamla. Deyir, İmam Sadiq əleyhissalamdan bu hədisi soruşdum ki, Peyğəmbər sallallahu aleyhi və aleyhdən bu cür nəql olunub. Həzrət dedi, bəli, əgər insanlar ki, vəlof ənnən nasə təbi'u Ali ibn Hüseyin aleyhissalam və tərəkü əvədə Əbdəlməlik bin Mərvan həhtədə fəqulnə mən matə lə yərif imamuhu matə mitətən cahiliyyətən mitətə kufrin fəqalə lə mitətə dalalin. Həzrətə dedi ki, bu cür hədisi imam dedi ki, bəli, əgər insanlar Əli ibn Hüseynə aleyhissalama, yəni İmam Səccəd aleyhissalama tabi olsaydılar, bağlansaydılar, Əbdülməlik ibn Mərvan lənətullahdır, imtina etsəydilər, hidayət olardılar onlar. Deyir, bəs onda biz dedik ki, onda dünyadan imamsız ölüb gedən şəxsin hökmü cahiliyyət ölümü kimidir, ya orada kafir mənasındadır. İmam dedi, xeyr, ölümü zəlalət əhlinin ölümü kimidir. Zəlalətdə ölən şəxs kimidir. Onun meyyitin hökmü budur. Ki, imamdan deyir, başqa bir hədisdə də var ki, mərhum Əllam Mənsi Biharın 8-ci dildə nəql edir, Haris bin Muğayrə deyir. Deyir ki, İmam Sadiq əleyhissalamdan soruşduq bu hədisi ki, burada sırf cəhalətdir, yoxsa imamı tanımamaq cahilliyidir. Ki, imam deyir cavabında buyurdu ki, cahiliyyətə kufrin və nifəqin və dalalin, onun cahilliyi küfürdür, münafiqlikdir və zəlalətdir. İndi burada küfür sual yarana bilər ki, həqiqətən bu mənadakı küfürdür ki, yəni imam dedi ki, o kafir deyil, zəlalətdədir. Amma deyir ki, imam küfürdür. Çünki biz bilirik ki, küfürün növləri var da. Ki, hədislərin məzmununa baxsa, imamı tanımadan ölmənin cahilliyi ki, nəticədə dünyadan bu cür köçmək ki, səbəb deyir və hədislərdə də biz baxanda görürük ki, ravilər deyir ki, kafir olaraq dindən çıxmış mənasında yox, zəlalət mənasındadır. Və deməli, mahiyyət baxımında görürük ki,
küfrün mənasına biz baxsaq ki, küfr nədir? Yəni cəhalətdən doğan küfr. Cahilliyin küfrü yəni nədir? Cahilliyi gizlətməkdir. Cəhaləti gizlətməkdir. Əgər bir şəxs az da olsa öz cahilliyini gizlətsə və eyni halda bilmədiyi bir məsələ bilmək iddiasını eləsə də bu küfr adlanır. Və ümumiyyətlə küfr sözü ki, əkin mənasında, kafir özü əkinci mənasını verir lüğət baxımından ki, lüğətdə belə deyilir. Yəni küfrdə nədir? Əkin yaxud da torpağın altındakı nəsə bastırırlar, gizlədilər əkin vaxtı. Bax, ona deyirlər küfr. Yəni əgər cahil bir adam öz cəhalətini gizlətməsə o kafir deyil. Amma gizlətsə kafir, lakin dindən çıxardan küfür deyil. Lav annəl ibadə izə cəhilu vaqafu və ləm yəcəhədu ləm yəkfuru. İmam Sadiq əleyhissalamın kəlamıdır. Həzrət deyir ki, əgər bəndələr bilmədikləri bir şeydə təfəkkür eləsələr və bilmədiklərini inkar etməsələr kafir olmazdılar. Deməli bu küfrün nədir? Cəhalətdə olan küfrün növüdür ki, imamı da tanımadan ölmək həmin bu cahiliyyət mənası, yəni cəhalətdə olan küfürdür, nifaqdır və zəlalətdir ki, insan axirətini əlindən alır. Və məsumlar həmçinin kəlamlarında bizə göstərir ki, imamları inkar etməyin və zülümkar hakimə tabi olmaq özü bir zəlalətdir və bu qadağandır, icazəli deyil. Məsələn, mərhum Şeyx Sadıq rəhmətullah Kəmaləddin və Tamamül Ni'mədə Hüseyn bin Xaliddən bir rivayətdə deyir ki, İmam Rıza əleyhissalam öz pak ata-babalarından, onlar da Peyğəmbər sallallahu aleyhi və səlləm bu rivayəti nəql edir ki, deyir, mən Allahın yaratdıqlarının ağası və başçısıyam. Cəbraildən, Mikaildən, İsrafildən, Allahın ərşini daşıyanlardan, bütün müqərrəb mələklərdən və Allahın göndərdiyi bütün peyğəmbərlərdən üstünəm. Mən şəfaət və şərəf olan Kövsər hovuzunun sahibiyəm. Mən və Əli bu ümmətin seyyidləri, ağasıyıq və bizi tanıyan şəxs, mərifət edən şəxs Allahı mərifət eləyib, bizi inkar edəndə Allah inkar edib. Görün, nə qədər imamı tanımamaq Allahı inkar eləməyə səbəbdir, inkar eləmək. Və hətta Səduq İbn Əbu Həmzə bir rivayətdə İmam Səccad əleyhissalamdan belə nəql edir ki, bir gün bir şəxs gəlir Həzrət əleyhissalamın yanına, deyir ki, ya Əbəl Həsən, sən iddia edirsən ki, möminlərin əmrisən, imamısan və kim səni onlara əmir başçı təyin edib? İmam da deyir ki, Allah təbarək və Teala bunu əmr eləyibdir. Və həmin şəxs gəlir Peyğəmbər sallallahu yanına yenə eyni sualı verir. Ki, bəs Əli əleyhissalam belə deyir ki, düz deyir. Deyir, Allah Rəsulü sallallahu aleyhi və aleyhi xadibə Nəbi sallallahu aleyhi və səlləm qal, İnnə Aliyyən əmirul müminin bi vilayəti minəllah əzzə və cəl. Və deyir, Həzrət qəzəblənir, deyir ki, bəli, əleyhissalam Allahın öz ərşinin üzərində qəbul etdiyi və öz mələklərinin də buna şahid etdiyi bir əmrlə, vilayətlə möminlərin əmr olubdur. Və həqiqətən də Əli Allahın xəlifəsi və höccətidir. Həqiqətən də şübhə yoxdur ki, müsəlmanların imamıdır və ona itaət etmək Allaha itaətdir. Onun itaətindən çıxmaq Allahın itaətindən çıxmaqdır. Və onu tanımamaq məni tanımamaqdır və onu tanıyan da məni tanıyır deməli. Və onun imamətini inkar edən mənim nübüvvətimi inkar eləyibdir. Onun rəhbərliyini, əmirül mümin olmağını inkar edən mənim risalətimi və nübüvvətimi inkar eləyibdir. Yəni bu qədər mühüm məsələdir. Görürsünüz, məsələn, mərhum Şeyx Kuleyni İbn Əbi Afurdan nəql etdiyi bir başqa rivayətdə İmam Sadiq əleyhissalamdan belə nəql edir. Ravi deyir ki, Allah təbarək və təala qiyamət günü 3 şəxslə danışmayacaq və onların günahlarını bağışlamayacaq. Səlasətun la yukellimuhumullah yawmal qiyamati və la yuzakkihim və ləhum əzabun əlim. Onları çox dəhşətli bir əzab olacaq. Əzab gözləyir onları. Bunlar kimlərdir? Yalandan özünü Allah tərəfindən olan imam kimi qələmə verən şəxs. İddia eləyir ki, mən imamın özü kim? Minallah. Allah tərəfindən. İkincisi budur ki, Allah tərəfindən təyin olunan şəxsi inkar edən şəxs. Allah tərəfindən imam təyin olunub. Bu da inkar edir onu. Və bu əvvəlki 2 dəstəni müsəlman bilən şəxs. Bu lap dəhşətidir. Ki, həqiqətən də o şəxs ki, etiqad eləyir ki, deməli, saydığımız bu 2 zümrəni
və onun ardıcıllarını müsəlman olduğuna, müsəlman olmasa deyəndə daha doğrusu fil İslami nasibən, belə deyək də, İslam dininin hansısa bir payının olmağını etiqadı edən şəxs. Təsəvvür edirsiniz? Yəni bu adamların əslində ki, İslamdan payı yoxdur axirətdə, boş bihudə put gedəcəklər. Zahirən hətta müsəlman olduqları desələrdir. Və yaxud da başqa bir hədisdə ki, İmam Kazım əleyhissalamdan deyir səhabə Əhməd ibn Ömər Əl-Həllal. Nə deyir ki, İmam Kazım əleyhissalamdan sual elədim ki, səninlə düşmənçilik edən, sənin Fatimənin övladı olmağın haqqında hörmətsizlik edən şəxsin əzabı başqa insanların əzabına bənzəyirmi? Deyir, İmam buyurdu ki, Əli ibn Hüseyin aleyhissalam deyirdi, onların əzabı 2 qatdır, 2 dəfə çoxdur. Ki, aleyhim di'fəl iqab, 2 dəfə. Ona görə də bu məsələdə insan çox daha diqqətli olmalıdır. Məsələn, mərhum Şeyx Tusi rəhmətullah əleyh Əmali kitabında bir rivayət nəql eləyir. Əmmar bin Musa Əs-Sabit deyir, İmam Sadiq əleyhissalama sual elədim. Əbu Umeyyə ibn Sadiq sizdən belə nəql eləyir ki, imanla heç bir əməl ziyan vermir və küfürlə də heç bir əməl fayda vermir. İmam Sadiq əleyhissalam deyir ki, Əbu Umeyyə məndən onu nəql eləyir, amma məndən onun izahını soruşmadı. Mənim məqsədim bu idi ki, hər kim Muhammed sallallahu aleyhi və aleyhin əhli beytindən aleyhimussalamdan olan imamı tanısa və onun vilayətini qəbul eləsə, həmin şəxsin gördüyü işlər Allah dərgahında qəbul olar və onun mükafatı 2 qat verilər. Məhz haqq olan imamı mərifət etməklə həmin şəxs gördüyü əməllərdən fayda aparar. Mənim məqsədim bu olmuşdu. Qəsdim bu idi. Necə ki, Allah Teala özü tərəfindən təyin edilməyən zalim hakimin vilayətini qəbul etmiş şəxsin yaxşı əməllərini ondan qəbul etməz. Deyir, Abdullah bin Abu Yafır dedi ki, Allah Teala Nəml surəsində 89-cu ayəni misal gətirir ki, kim yaxşı əməllə Rəbbinə tərəf gəlsə, onun müqabilində daha yaxşı bir mükafat gözləyər. Ki, mən cəə bil həsənəti fələhul xayrun minhə ayəsini deyir, misal çəkdim və belələri o gün qiyamət günündə də dəhşətindən də əmləmanlıqdalar. Abdullah bin Əbu Yafır deyir ki, məgər Allah belə bilməyibmi? Bu necə ola bilər ki, bu şəxs yaxşı əməli zülümkar hakimləri qəbul etdiyinə görə faydasız olsun? İmam Sadiq əleyhissalam deyir ki, məgər bilmirsənmi ki, Allah Teala həmin ayədə yaxşı əməl deməkdə nə qəsd eləyibdir? Allaha and olsun ki, bu imamı tanımaq və ona itaət etməkdir. Deməli, ayədə yaxşı əməl ki, o həsənə əməl nədir? Mərifətul imamdır. İmamı tanımaqdır. İmam onu başa salır. Deyir, Allah da bu cür buyurubdur, bəli. Ki, Allah təbarək və teala ayənin ardında da deyibdir. Pis əməllə gələnlər ki, 90-cı ayədə Allah Teala deyir ki, pis əməl imam da mən cəə bis seyyiəti fəkubbət vucuhuhum finnəri. Ki, imam da deyir ki, nə olacaq? Pis əməllə gələnlər isə cəhənnəmə üzü üstə, üzərində atılarlar. Və bu yalnız pis əməllərin nə idi? İqabıdır, cəzasıdır. Və imam da bu ayəndə ki, pis əməldə də məqsəd Allah tərəfindən, yəni ayədəki həmin bu səyyiət, pis əməl, günahda da məqsəd Allah tərəfindən təyin olunmuş imamın inkarıdır. Və yaxud ki, həsələdə məqsəd imamın mərifət idi. Burada isə imamın inkarıdır. Ki, tərk edilməsidir, sayılmamasıdır, qəbul olunmamasıdır. Və imam deyir ki, sonra deyir, İmam Sadiq əleyhissalam bu cür buyurdu ki, qiyamət günü kim Allah tərəfindən təyin edilməmiş zalim hakimin vilayəti ilə məhşərə gəlsə və bizim haqqımıza, bizim vilayətimizi inkar eləsə, Allah onu cəhənnəmə atacaq. O adam cəhənnəmdə qalacaq. Yəni, bu cür görürsünüz nə qədər mühüm bir məsələdir və imam bu kəlamında, hətta Muhammed bin Müslimin bir rivayəti var, xatırlanmışkən deyim, o da kafidə keçir, mərhum Şeyx Kuleyni rəhmətullahi aleyh nəql edir mötəbər sənədlə ki, İmam Baqir əleyhissalamdan nəql edir ki, Həzrət əleyhissalam buyurub ki, kim çətin və əziyyətli ibadətlərlə Allaha bəndəçilik edilsə, əbd olsa, amma Allah tərəfindən təyin edilmiş bir imamın tabiçiliyində olmasa, onun ibadəti qəbul olmaz. Bil ki, ey Muhammed,
zülümkar hakimlər və onlara tabi olanlar Allahın dinindən kənardır. Və onlar yolunu azmış və insanları da azğınlığa, zəlalətə aparıblar. Allah Teala ki, niyə Quranda bu cür buyurur? Ki, Həzrət İmam Baqir əleyhissalam İbrahim surəsinin 18-ci ayəsini o hədisdə qeyd eləyir ki, onların etdiyi əməllər tufanlı bir gündə əsən küləklə havaya sovrulmuş külə bənzəyər. Və onlar etdikləri əməllərdən heç bir fayda götürməzlər. Heç bir xeyirləri olmaz. Və ki, huvə ayədə deyir axırında ki, huvə dalalul bəid. Bu da ən dərin, ən qatı zəlalət, azğınlıq. Və ona görə də imamlardan nəinki hətta bir neçəsini, yaxud birini belə inkar eləmək qadağandır, icazəli deyil. Çünki hədislərdə məsumlar, mesela İmam Sadiq əleyhissalamdan bir hədisdə gəlir ki, Abdullah bin Misqan deyir ki, qal mən ənkərə vahidə minəl əhya fəqəd ənkərəl əmvat. Deyir, sağ olan imamı inkar eləsə bir adam, hər kim inkar eləsə ki, dünyadan köçmüş, dünyasını dəyişmiş imamları da inkar eləmiş kimidir. Fəqat ənkərə, yəni budur ki, yəni mütləq inkar eləyib, mənası budur. Yəni birini inkar elədin, hamısını inkar eləyəsən. O qədər mühümdür ki, imaməti tanıyasan, mərifət eləyəsən və o zəlalətdən nicat tapasan və heç birində inkar etməyəsən. Velhamdülillah Rabbil aləmin.